Salam, hər vaxtınız xeyirli olsun. Yeni gələnlər üçün özümü təqdim edeyim. Adım Gülnazdır. Zaqtaladanam. Özüm yoldaşımla bərabər Amerikada yaşayıram. Amerikaya tələbə vizası ilə gəlmişik. Hal-hazırda yoldaşım işləyir. Mən isə hələ ki işləmirəm. Burada sadə bir həyat keçiririk, həyat yaşayırıq. Sizinlə Amerikadakı həyatımızı paylaşırıq. Günlük vloqları paylaşıram. Yaxud da ki, gördüyüm maraqlı şeyləri sizinlə paylaşmağa davam edirəm. Burada bizim universitetimizin, yəni yoldaşımın müəllim işlədiyi universitetin idman zalıdır. Hər gün gəlməyə çalışıram. Yoldaşım universitetin müəllimi olduğu üçün mən də endirimdən yararlanıram. Ayda cəmi $15 ödəməklə hər gün gəlib idmanımı eləyə bilirəm. Çox gözəldir, çox genişdir. İstədiyin zaman gələ bilərsən, istədiyin oyunları oynaya bilərsən. Bugün də belə voleybol oynayırdılar və sizin üçün də çəkmək istədim. Basketbol oyunları, voleybol oyunları və yaxud da ki, fərqli oyunlar keçirilir. Mən heç adlarını bilmədiyim oyunlar keçirilir və arada mən də maraqlanıb izləyirəm. Bu şəkildə. İndi isə sizi voleybolla baş-başa buraxıram. İndi isə sizi karavanla tanış etmək istəyirəm. Yox, bu bizim karavanımız deyil. Rəfiqəmlə qonaq getmişdim və orada onun sahibi ilə söhbətləşdik. Xeyli söhbət elədik. Ümumiyyətlə belə deyim ki, Amerikalılar söhbət eləməyi sevirlər. Yəni 100% yox, əksəriyyət Amerikan söhbət eləməyi sevir. Mən də təbii ki, söhbət eləməyi sevirəm, belə sosial insanam və söhbət arasında belə danışdıq. Dedi ki, hardasa illər öncə istifadə elirdik. İndi isə istifadə eləmirik. Onun içindəki benzini nəyisə boşaldırdı, yəni istifadə eləmir deyə. Bu karavan generatorla işləyir, panellərdən istifadə oluna bilir. Xeyli söhbət elədik. Adam dedi ki, istəyirsən baxa bilərsən. Mən də o sözdən daha çox qüvvət aldım, güc aldım və videoyu çəkməyə qərar verdim. Çəkəndən sonra fikir verdim ki, biraz sürətli çəkmişəm. Qucağımda uşaq var idi. Bacardığım qədər sizə çəkməyə çalışdım. Gördüyünüz kimi mikrodalğası, qab yuyan yeri, elektrik sobası, hər şey var içində. Yəni lazım olacaq yataq, ondan sonra soyuducu, hər şey var. Nəysə, karavanı çox sevdim. Sizdə necədir vəziyyət? Heç karavanın içində olmusunuzmu? Karavana səyahət eləmisinizmi? Ümumiyyətlə gələcəkdə almaq fikriniz varmı? Rəy bölməsində fikirlərinizi yazaraq bizimlə paylaşa bilərsiniz. İndi isə özümü səssizə alam, siz isə izləyin. Salam dostlarım, hər vaxtınız xeyir olsun. Sizi Spartadan salamlayıram. Dostum gildəyəm, onların uşaqları ilə vaxt keçirəm, onları çöldə gəzdirirəm. Bugün analıq eləyirəm bir sözlə. Şirin balalardır maşallah. Belə həyətlərində oynadıq, rəqs elədik. Mən onları lezginka, avarski qoyuram arada. Özü öyrənib məndən Taskiya, adı Taskiyadır, öyrənib məndən hərəkətlərini balaca vaxtdan öyrətmişdim. Hələ də indi hərəkətlərini yamsılayır. Demək, sizə karavanı göstərdim yoldaykən. Mənə həmişə maraqlı gəlirdi necədir, onun içi necə olur, karavanın içi necə olur. İlk dəfədir karavanın içində oldum. Belə çox gözəl duyğular yaşadım. Amma dedik ki, istifadə eləmirik, nəsə batareyasını dəyişmək lazımdır. İllər öncə istifadə edib, indi istifadə eləmirdi. Normalda burada insanlar karavanlarda götürüb həftə sonu falan çıxıb gedirlər öz maşınlarının arxasına qoşub. Burada Spartadır dostlar. Bizim Cookville'dən bir hardasa 25-20 dəqiqə uzaqlıqda olan bir
balaca bir şəhərdir. Şəhərin də içində belə bir kənd kimi bir yer var. Çox qəşəngdir. Buranın qışı, yazı, yayı, payızı çox qəşəng olur. Çox sevirəm. Bir dəfə göstərmişdim sizə. Baxın, belə evlər var. Çox qəşəng. Burada bayılıram da. Bunların bu evləri çox qəşəngdir. Bir ev var. Baxın, belə bir evlər var burada. Onların da karavanı var. Gördüğünüz için bakın. Onların da karavanı var. This is not our yard, okay? You cannot go. Ah, surprise! Surprise! Yeni yıl geldi. Bunlar için Halloween, yeni yıl, bayramlar bitmir. Skia, please dear, please come up. Havanın güzelliğine süperdi. Biraz çölde gezenden sonra eve geldik. Rəfiqəm hem pizza hazırlamıştı hem de gördüğünüz gibi burgerler hazırlayır. Ben de dedim ki sizinle paylaşım. Dostlar, bu da dostum gelin tam elektrikle çalışan Nissan avtomobilidir. Sizinle de paylaşmak istedim. 100% elektrikle çalışır. Yani elektrik enerjisiyle çalışır daha doğrusu. Ne benzin ne de başka yanıcı istifade etmir. Gördüğünüz gibi burada artık şarja koyulup 10% enerjisi qalanda mütləq şarja koymak lazımdır. Tam doldurulmuş batarya ile maşın 8-10 saatlıq yol qət edə bilir. Amerikada demək olar ki, hər yerdə elektrik avtomobilləri üçün şarj məntəqələri var. Maşın öncədən bildiriş göstərir ki, məni şarja qoşmaq lazımdır. Bu da məncə çox gözəl bir xüsusiyyətidir. Belə, istədim ki, sizinlə də paylaşım. Çox rahatdır, belə səssizdir. Çox xoşuma gəldi. Salam, hər vaxtınız xeyirli olsun dostlarım. Geçen sefer videoda görmüşdünüz, göstermiştim ki bu ön tekerlerinin değişmesi lazım. Usta dedi ki bunları değişmeye lazımdı. Bugün Walmart'a geldik. Özləri buradan pick-up olan yerden maşını götürəcəklər. Orada da değişəcəklər, tekerlerini değişəcəklər. İndi bizə gedirik tekerleri almağa. Bu ön tekerlerini değişəcək inşallah. Çünkü təhlükəliymiş. Bu arada tekerleri de qiymətini inşallah ki qeyd edərəm. 50 dollar civarıdır olmağını. Bilmiyorum Azərbaycanda necədir. Bu Walmart böyük süpermarketdir. Demək olar ki her şey var. Bakın burada həmçinin də avtomobil üçün xidmət də göstərilir. Yağ dəyişməsi də var. Ondan sonra teker dəyişməsi də var. İndi yəqin ki Şahin müəllim açarları falan verər. Oradan özləri götürüb tekerini dəyişər. İndisə gedək teker seçməyə. Oh, this one maybe? Yeah. What do you say that? Wipers? Mm-hmm. Yeah. You want both of them changed?
if I change them, want to know the price first and then decide. They do 12 per wiper. Okay. good. That's, I'm pretty sure. I can double check, but it's yeah, approximately we will check there. And what we want to change also. What about oil? All right. So you're getting front 2 tires done, and oil, and then your wipers. Oil, I'm not sure. Yeah, I want to know the price and then decide. We do 58.88 for a oil change. I see. But we need to change the wipers. Yeah, let's skip that oil. All right. Just the tires and the wipers. Wipers, Let's yeah. check the price. If that's okay, I will change this one and this one. And the front 2 tires, everyone's done. Yeah. Sorry. İndi isə qardaş gəlib bizim maşınımızın təkərlərini yoxlayır və təkərləri yoxlamaq üçün indi bəylərimiz daha yaxşı bilər. Təkərləri yoxlamaq üçün belə bir nazik alətdən istifadə olunur. Bu alətə təkər protektor dərinliyi ölçən cihaz deyilir. Oradakı yaşıl, sarı, qırmızı rənglər isə protektorun vəziyyətini göstərir. Yaşıl təkər yaxşı vəziyyətdədir, sarı diqqət tələb edir, tezliklə dəyişmək lazım ola bilər. Qırmızı isə təhlükəlidir, təkər dərhal dəyişilməlidir deyə bir siqnal verir bizə. Və gördük ki, arxa təkərlər yaxşı vəziyyətdədir, amma ön təkərlər dəyişmək lazımdır. Dərhal təhlükəli vəziyyətdədir. Ona görə də ön təkərləri dəyişdik. I mean, middle is yellow, but you go right here, it's straight up red. It's on the Yeah. on the limit. So we'll do these front 2 tires there Yes, if you sir. want to do that. Yes, sir. And then we'll check the price on those and see if we can get those done. And no oil today. İstemi öğrenmek istiyorsan. Həm də ki, çəkmək istəyirəm, Azərbaycandakılara göstərmək istəyirəm burada sistem necə işləyir. Pick-up sistemi gelir. Compared to this one's 58. This one does. Only the Goodyear and then Cooper's will. Yeah, if you say this one, we will go with Okay, this so one. also rating is good. 4.5. You Yeah. see? Yeah. Good. This one also has 15,000 more mile warranty Also on all it. season. Okay, sir, we will go with this one. Let me double check, make sure we got it. Burada da dostlar maşın aşağılarını çıxartmaq istəsən, burada kopilərini çıxara bilərsiniz. Bir dəqiqəyə, cəmi bir dəqiqəyə. Yeah, we got them all. Those take Burada da gördüyünüz this kimi bag on the car. qiymətlərini veriblər. Shifted will be shipped back in the mail. It only does house keys here, like you're in the store. We'll recommend you put all 4 on, but like I said, I measured them out there. And I think. Burada da maşınımızın açarının kopyasını çıxartmaq üçün yoxladıq ki, qiyməti nə qədərdir. Sadəcə açarını çıxartmaq üçün 29 dollar lazımdır. Yəni pulsuz birlikdə. Əslində şəhərdə daha ucuz olan yerlər var imiş. Ona görə hələ ki saxladıq, çıxartmadıq. İnşallah ki hələ ki lazım olmaz bizim üçün kopyasını. İndiyə kimi kopyasını çıxartmamışıq. Yəni inşallah ki lazım olmaz. The key only to be 30. 183. 184. 84. Baxın, təkərlərimiz düzəldi. Hə, sadəcə burası 50 dollara. İşləyir yaxşı. Baxın. Bax, tam yaxşı oturmuyor sanki bax. Burada o işarə yoxdur. Ne işaresi? Bax bu çıxış kimidir burada. Gör. Bu nə belədir? Tutturup var da. Xeyirli olsun. İkisini də dəyişdilər. Dostlar, işimiz bitdi. Artıq maşınımızı təhvil aldıq. Təkərləri də taxdılar. Belə bu wiperlarımız işləmirdi, yaxşı değildi. Onlar da düzəltdilər. Qəşəng işləyir. Və ümumi nə qədər pulumuz çıxdı? Onların elədiyi işləri ilə bərabər 184. Həm wiperları düzəltmək, həm təkərləri, 2 dənə təkəri dəyişmək, işçi xidməti hamısı birlikdə 183.96 dollar pul çıxdı. İndi maraqlı gələnlər ola bilər. Bilmirəm, Azərbaycanda necədir qiymətlər? Müqayisə üçün sizinlə paylaşmaq istədim. Good, how are you? Thank you so Just gotta much. take a picture, Okay. sorry. Okay. You're good. Thank you. Thank you. Dostlar, gördüyünüz kimi tostlarını gətirdilər. Gözləyirdim, demişlər ki 17.30-a kimi gətirəcəyik. Walmartdan sifariş vermişdim. Bizim tostlarımız çox ağırdı. Peggy vermişdi onu. Çox ağırdı. Yəni hər yerə daşımaq, eləmək çətindir.
Və mən bunu aldım. Shark markası. Sizinlə də inşallah paylaşacağım. İndi biraz məşğulam, sonra paylaşıram. Evi də tozlanmamışam ki, bunu yoxlamaq üçün görək necə olacaq. Belə gördüyünüz kimi çıxardıb bu şəkildə də istifadə eləmək olur. Belə bu şəkildə istifadə eləmək olur. İnşallah sizinlə birlikdə qutu açılımını eləyərəm. Belə bir başlığı çıxır. Belə bir başlığı çıxır. Siz bunun kablosunun uzunluğuna bakın dostlar. Çok uzundu. Tam istediğim kimi. Bunu takmakla yukarı kaldırıp çok rahatlıkla torları falan temizleyebilirsiniz ya da uç bucağdaki olan şeyleri temizleyebilirsiniz. Çok uzundu böyle, çok yaxşıdır. Geleceğim sizinle. Yani eğer qalın xalçalarınız varsa 2'ye qoyursunuz. Normal xalçalar və yaxud da ki xalçasız ərazilərdə isə 1'ə qoya bilərsiniz. Özelliğini göstereceğim. Bu çıxır, çok rahatlıkla çıxır. Yani açacaqdan istifadə edərək çıxır. Burada gördüğünüz gibi böyle knopkalar var. Bakın. Bunları açırsınız. Sonra bunu çıxarırsınız. Ve burada tüklər bu şekilde dolaşır. Ve gördüğünüz kimi, mən sizə yaxından göstereceğim. Burada yerler var. Bakın. Burada belə yerler var. O yerləri çox güman ki, rahatlıqla tükləri qayçından kəsmək üçündür. Baxın, belə eləyirsiniz, və tüklər çox rahatlıqla kəsilir və sonra dartaraq çıxardırsınız. Bu reklam deyil dostlar, sadəcə tövsiyədir. Mən çox bəyəndim. Həm belə deyim də tozu götürmə gücü çox yaxşıdır. Hər küncə girir. Burada işıq olduğu üçün hər cür köşəni görürsünüz. Həm yuxarıdan divar künclərini təmizləyirsiniz, torlardan azad edirsiniz. Həm künc bucağı çox rahatlıqla təmizləyirsiniz. Mən razı qaldım deyə sizinlə də paylaşmaq istədim. Bu şəkildə. Səndən məmnun qaldım. There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking looks up and down from across the room. And damn, what a hell of a view. I feel good, you look great. I like you, I can't wait. A first time, a first date. You're so fine, I'm so late. You sip wine, I drink straight. Don't waste time to my place. I feel my heart erase. So catch me if I fall. I'm falling fast, sitting here praying that this night's gonna last. You got it all on tap, I'm loving your vibe.
always have your back. We like all the same tracks, listen all night in the sheets all black. Dostlar, görürsünüz də fərqi, baxın. Yəni bilinir ki, toz-soranlanıb, bunun üstündən toz-soran keçib. Yəni o təmizlik hissini verir. Divanların üzərini yumağa atacağım. Bunları elə belə qoyun bura, künclərə. Deməli, yuxarı mərtəbə bitdi. Burada bir dənə kuxna qaldı, bir də buranı bitirdim. Kuxnanı da inşallah toz-soranlayaram. Bir pilləkənlər qaldı toz-soranlamağa, bir də mətbəx qaldı. Onu da artıq göstərməyim, daha bezmiş olarsınız, bayaqdan toz-soranlayıram. Düzü, mən bunu çox belə sürətli şəkildə eləyəcəm ki, bezməyəsiniz. Belə dostlar, indi isə öz işimə davam eləyərəm. Burada da bizim Nunamız var, darıxmışdı Zunaya. Salam ver, salam ver. Belə dostlar, gedim işimi davam elətdirim. Sonraki videoda görüşərik. Divan örtükləri yuyuldu, quruduldu. İndi isə onları örtürəm. Çox uzun vaxtımı alır əslində divan örtüklərini belə bu şəkildə örtmək. Bəzən tərs çevirirəm. Bilməm sizdə necədir, rahat eləyə bilirsinizmi? Hardasa 3-4 dəfədir yuyuram, yəni sayını itirmişəm. Çox xoşuma gəldi. Bunları örtüklər şeyindən almışdım. Deyəsən bu videoda ancaq mən nəysə reklam edirəm, nəysə belə deyirəm, öyürəm. Amma dostlar, sizə xoşuma gələn şeyləri də sizinlə paylaşmaq istəyirəm. Bunları mən 25 civarı, 25 dolar civarı bir şey almışdım. Yəni ikisini birlikdə, hətta yastıq üzərində var, 2 dənə balaca yastıq üzərində vermişlər, göndərmişdilər. Çox xoşuma gəldi. Mənim divanlarım əslində çox böyükdülər, gördüyünüz kimi dartılır, dartılan belə materialı var və xoşuma gəldi rəngi falan. Bu divanların rəngi tündür, amma bunları taxanda evin rəngi də açılır bu şəkildə. Gördüğünüz kimi artıq divanların da örtüklərini saldım, yerinə taxdım. Burada isə yekunlaşdırmaq istəyirəm. Bura kimi izlədiyinizə görə təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Allaha əmanət olun. Hələlik.